Aleykümselam. 8 Mart qeyd etmək olarmı? Hər bir bayramda bizə təbrik yazanlar olur. Onlara necə cavab verək? Təbrik qəbul edək, yoxsa yox? Əslində biz bu barədə kanala da atmışıq. Təxminən bir 7-8 il əvvəl bu barədə biz geniş danışmışıq. Yəni onu da həmən insanlara göndərə bilərsiniz ki, qoy qulaq assınlar. Qoy görsünlər ki, yəni müsəlman qadın həmişə izzətlidir, həmişə şərəflidir, həmişə hörmətlidir və müsəlman qadın imana gəldiyi gündən hər gün onun üçün bayramdır. Yəni çünki müsəlman qadın nə qədər ki cahiliyyə dövründə yaşayır, yəni küfr üzərindədir, qeyri-İslam dini üzərindədirsə, o heç vaxtı bayram keçirə bilməyəcək. Çünki o qadın azad qadın deyil. Azadlığı qadına İslam dini verib, ona hər bir hüquq verib, onu hüququnu tanıyıb, ona miras payı verib, evlilikdə pay verir. Hər bir halda yəni o dərsləri göndərən həmən o qadınlara sizi təbrik edənlərə qoy görsünlər ki, azadlığı İslam dini verib qadına. İslamdan əvvəl Yahudilikdə, Nasranilikdə qadın heç bir haqqı, azadlığı olmayıb. Və siz də çalışın ki, qısaca da olsa onlara başa salma barədə Allahın izni ilə. Amma heç bir halda təbriki qəbul eləmək və ona qarşılıq vermək düzgün deyil. Yəni o kimlər qeyd edir onu? Kimlər ki, adi günlərdə heç bir hüququ falanı olmayan qadınlar. Aydındır, kiminsə nökər olanlar, kiminsə nə bilim tabesində olanlar, yəni işlərində, güzlərində onlara hörmət qoyulmayan qadınlar, hansı ki il boyu istənilən təhqirlər işlədirlər, istənilən formada o qadınlarla davranırlar. Sonra isə 8 Martda bir dənə gül verir, güya bu adam qadınlar belə əla hörmət edir. Ona görə çalışın ki, başa salın onlara.